otağın mənzərəsidir. Burada bizim həyətdə baseyn var. Sağ olsun Rüfət qardaşımız bizi gətirdi tədbirə. Hal-hazırda Dubaydayıq. Dünən uşaqlarla gəldik. Uşaqlar səhər gəldilər. Biz isə axşam gəldik fəxri ilə. İstirahət edirik. Salam aleykum. Bu günləri istirahətdir. Sabahdan inşallah başlayır bizim toplantılar, iş görüşmələri. Ona görə bizi izləyin. Əla. Hər il olduğu kimi mən də Atlas Travel-a bütün uçuşlarımı etibar edirəm. Yolunuzu gözləyirik. Hər kəsə xoş istirahətlər. Sağ olun. Hara gedirik Rüfət? Safariyə gedirik. Bugün yorğunçuluqdur qardaşım. Həm də sabah yaxşı olacaq inşallah. Bugün bir sabah yaxta turumuz var. Konferansımız olacaq yaxtada. Necəsən? Maşın problem yoktur. Orada, Sakar orada olduğuna göre problem olmalıdır. Sakarya'ya gittik. Demek Sakarya'ya gidildik, o da gidebilmedik, tekerimiz patladı. Ve ev kesicinin ben de saçsakal diyorsunuz 20 gündür başından çıkıp Japonya'dan gelip. Dedim gel berberxana var saç kestirək, dedim ki ancaq saç kesməlisən, dedim gel mən kesin. İndi Dubayda Rüfətlə saç kesirik. Geçsin. Hayal da burada. Sakar ben seninle gizli gelmiştim buraya. Sen hangi reysen geldin sen? Sen baş çökəsin olsun canım. Ben orada biraz ucuzluklu oldu. Gelmişim de sen de bahardım. Yani safari yolundasın lan, Dubayda da döveceğim. Bizim elimizin içine gireceğiz, ben müşteri yapmışım. Bir daha bunu çekeceğiz. Kanun mevziliğe göre bunu giyinmeden saç kesebilirler. Sen Tersine giyindik. Çünkü kardeşler çok. O şimdi neden? Berber. Normal mi? Şu. Kardeş belə şey olmamış, düzdür. Belə şey olur. Klubların tarixində, biznes klubların tarixində belə bir şey olur. Xəyal görmüsən belə bir şey? Bizden başka yerlerde. Bu ancaq bizdən. Bu ancaq bizdən. Qardaş, bir ol nə deməkdir? Hamı bir-birinə köməklik göstərir. Fəxri, Yaponiya, Tokyo. Japonya'dan sonra Kızılkum. Hə. Yaponiyadan sonra Dubaydayıq. Sakarada. Bir olmaqla bir yerdə, sağlamda bir yerdə istirahat edirik. Həm istirahət, həm də networking. Bir olda. Axşamınız xeyir olsun. Rüfət, mən qısa bir şey demək istəyirəm. Mən Birolu yeni öyrəndim. Layihəni yeni öyrəndim. Ancaq mən bir şey başa düşdüm ki, hər bir şəxs individual olaraq hərəsinin öz yolu olsa da, ancaq bir dənə məqsəd var, zirvə. Mən bir şey başa düşdüm ki, motivatorda
zirvəyə qalxmaq istəyirsənsə, niyə o yolu tək gedəsən? Yəni tək getməyə ehtiyac yoxdur o yolu. Mən Himalay dağına qalxacamsa, o yolu dostlarımla getməyə, tanışlarımla getməyə və ya yolda yıxılanda mənə kömək edəcək bir şəxslərlə getməyə daha çox tərcih eləyərəm. İnşallah hər kəsi sənin layihənə üzv olmağı dəvət eləyirəm və icazən olsa sənin də, mən də özüm də üzv olmaq istəyirəm inşallah. FMCV-ləri rəhbəri olaraq mən də istəyərəm bu yolda sənin dostlarınla, sənin ətrafınla və buradakı oturan çox insanlarla da mən yolu getmək istəyərəm. Təşəkkür edirəm, çox sağ olun. Çox sağ olun dostlar. Biz hamımız birik, ona görə biz daha güclü olacağıq. Bu cəmiyyətin məqsədi ondan ibarətdir ki, Azərbaycan sahibkarlarının bir-birinə olan iş dostluğu elə bir yerə gəlsin ki, bir insan yeni bir işə başladığı zaman Motivator klubda, Birol klubda olduğu halda həqiqətən bu işi sıfırdan 5'ə çox zaman itirmədən daha sürətli, işi bilən peşəkarların sayəsində daha da sürətli etsin deyə sizlər üçün biz bu əziyyəti çəkirik və çox da sevinərək gedirik. Gənclərə biznes yolunda ilerləməyi, çünki onlar da bizim övladlarımızın çalışacağı, işləyəcəyi, yaşayacağı bir cəmiyyətdə sahibkarlar olacaqlar. Daha düzgün, daha çalışqan və daha ağ biznesmenlər istəyirik ki, cəmiyyətimizdə olsun. Biz istədik ki, bizim elə bir klubumuz olsun ki, burada biznes sahiblərinin özləri iştirak edə bilsinlər və yalnız biznes sahibləri üçün olan bir klub olsun. Biz hər hansı bir şirkət nümayəndələrinin iştirak elədiyi və s. bu formada olmasın və onları yalnız çünki özləri kimi yalnız özləri təqdim edə bilər. Yəni buna çalışacağıq. Hər kəs bizə üzv ola bilər. Çox maraqlı bir projelər gəlir. Dünya gəzintiləri olacaq, rayon çıxıntıları olacaq və həmçinin güclü networkinglər. Qadın dünyanın ən özəl və ən dəyərli varlığıdır. Onları bu özəl gündə dəyərli zinət əşyaları ilə sevindirin. İlin hər günü özəl hiss etməmiz diləyilə. Hoşum Pega! Ay Pega! Pega! Hoşum yarıştı yarış. Deməli. 3. Gözlə. 1, 2, 3. Şuşada şəmsiyiz. Birol konferansın Qrandadır, Efemədə. Yaxşı rəhbərimiz Atlas Travel'dan. Həqiqətən də çox əziyyətli seçkisə yalan olar. Gündə 1 saat görürük, amma 1 saat işləyik. Allah Allah, 1 saat işləyik. Görək necə bir yaxda təşkil edirik bizə. Və uçuşa hazırlaşırsan. Uçuşa hazırdır, Fəhər. Otur. Bu tərəfdən otur da, buradan rahat ol. Ayağımdan ehtiyatlı otur. Gedirik Bakıya. Dəniz bol tərəf.
Gəldik dəvələrin yanına. Dəvə ilə çəkə çəkdik. Daha ağzını bağlayırlar ki, bitirməsin. Sen deyəsən tapdı istədiyini. Ya bu başıma gəlir, almaq istəyirəm. Hazır da. Nasıl var bunlar? Şöyle bir baxaq məsləhət versəz alaq. Baxın, olsun.